Salam şagirdlər, bu videoda Güvən 8-ci sinif 3 bucaqlar mövzusundan A variantında olan sualın izahına baxacaq. Sual 1 ilə başlayaq. Tərəfləri 2, 3 və 4 ədədləri ilə düz mütənasib olan 3 bucağın perimetri 36 olarsa, ən kiçik tərəfini tapın. Bizə perimetri 36 verib və perimetr 2, 3, 4 ədədlərlə mütənasibdir. Tərəfləri 2, 3 və 4 ədədlə mütənasibdir. Yəni, tərəflər A, B, C desək, 2, 3 və 4 ilə mütənasibdirsə, biz bunu necə yazarıq? K qaydasından. A-ya deyərik 2K, B-yə 3K, C-yə 4K. Və bunlar tərəflər 2K, 3K, 4K. Perimetr nədir? 3 bucağın tərəflərin cəmi perimetridir. Tərəflərin cəmini 2K, 3K, 4K-nı bərabər edərik 36-ya. Bu tənliyi həll etsək, 2K, 3K, 4K cəmi edir. 9K bərabər 36, K bərabər budan 4-ə. 36 böl 9 edər 4. K-nın 4 olduğunu tapdıq. Bizdən nə istəyir? Ən kiçik tərəfi. Ən kiçik tərəf isə 2K-dır. Yəni A tərəfi 2K-ya bərabər. K-da 4 olduğuna 2 vurulsun 4 bərabər 8-ə. Ən kiçik tərəf oldu 8. B variantı. Sual 2. Tərəfləri 4, 5 və 7 ədədləri ilə düz mütənasib olan 3 bucağın perimetri 64 cm olarsa, ən böyük tərəfi tapın. Perimetr 64-dür. Tərəfləri A, B, C deyək və bunlar 4, 5 və 7 ilə düz mütənasibdir. Onda deyərik 4K, 5K və 7K. Cəmi bizə perimetri verir, o isə 64-dür. Tənliyi həll etsək, 9K və 7K cəmidir 16K bərabərdir 64-də. K bərabər 64-ü bölsəm 16 edər 4. Bizdən ən böyük tərəfi soruşur. K-nın 4 olduğunu tapdıq. Ən böyük tərəf 7K-dır. K 4-dürsə 7 vurulsun 4 bərabər 28 olar ən böyük tərəf. Sual 3. 3 bucağın 2 tərəfi 3 və 7 olarsa, 3-cü tərəfinin ən böyük tam qiyməti tapın. Bunun üçün biz bilməliyik 3 bucaq bərabərsizliyini. 3 bucağın tərəfləri A, B və C olduqda 3 bucaq bərabərsizliyinə görə istənilən bir tərəf, məsələn A tərəfi, digər iki tərəfin cəmindən kiçik, yəni B ilə C-nin cəmindən kiçik, onların fərqinin modulundan böyükdür. Kiçikdir, böyükdür B ilə C-nin fərqinin modulundan. Bizdə iki tərəfi verib 3 və 7. Bu olsun biz B ilə C. Onda A tərəfi, 3-cü tərəf, digər iki tərəfin cəmindən kiçik, 3 ilə 7-nin cəmindən kiçik, onların fərqinin modulundan böyükdür. 3 çıxılsın 7-dən böyükdür. Bunu həll etsəm, A kiçikdir. 3 ilə 7-nin cəmi 10 böyükdür. 3-dən 7-nin çıxan qədər mənfi 4. Mənfi 4-ün modulu isə müsbət 4. Moduldan müsbət çıxır. A 4-dən böyük 10-dan kiçik. Bizdən nə istəyir? 3-cü tərəfin ən böyük tam qiymətini. Deməli, A tərəfi 4-dən böyük 4 ilə 10 aralığında qiymətlər alacaq. Bizə tam dediyindən, alabəyət tam qiymətlər 5, 6, 7 və 8, 9-dur. Bizdə ən böyük tam qiymət istədiyindən ən böyük tam qiymət olacaq 9. Ondan kiçik olan ən böyük tam ədəd 9 olar. 4-cü sual. İki tərəfi 2 və 5 olarsa, 3-cü tərəfin ən kiçik tam qiymətini. Eyni qayda 3-cü tərəfə A desək, 3-cü tərəf kiçikdir. Digər iki tərəfin cəmindən böyükdür fərqinin modulundan. Onda burada A kiçikdir 7-dən böyükdür. 5-dən 2-ni çıxsam 3, modulu edə 3-dür. Demək, A 3-dən böyük 7-dən kiçik. Bizdən nə istəyir? Ən kiçik tam qiyməti. 3-dən böyük olan ən kiçik tam ədəd olar 4. Yəni bu tərəf olar 4, 5 və 6. Ən kiçik olar 4, C variantı. Sual 5. 3 bucağın iki tərəfi 1 və 7 olarsa, 3-cü tərəfi aşağıdakılara hansı ola bilər? İki tərəf 1 və 7 isə, onda 3-cü tərəf digər iki tərəfin cəmindən kiçik, onların fərqinin modulundan böyükdür. Onda A kiçikdir, 1-dən 7-nin cəmi 8, böyükdür. 1-dən 7 çıxsam edər 6, mənfi 6, modul edən müsbət 6. Demək, A 6 ilə 8 arasındadır. Hansı ola bilər? 6, 8, 7 ola bilər. Tam ədəd dediyindən hansı ola bilər? Yalnız 7. Yəni B variantı. Sual 6. 3 bucağın iki tərəfi 4 və 8 olarsa, 3-cü tərəfi hansı ola bilməz? Onda 3-cü tərəf A kiçikdir 4 ilə 8-in cəmindən, böyükdür 4 ilə 8-in fərqinin modulundan. Onda A kiçikdir 4 ilə 8-in cəmi edər 12, fərq edən mənfi 4 modulu müsbətdir. Onda A alır 4 ilə 12 arası. Hansı ola bilməz? Baxın, burada
Deməli 6 ola bilər, bəli. 6 4 ilə 12 arasında da ola bilər. 8 ola bilər, 4 ilə 12 arasındadır. 10 ola bilər, 4 ilə 12 arasında. Amma 12 ala bilməz. Çünki 12-dən kiçik olmalıdır. Sual 7. Üçbucağın iki tərəfi 5 və 7 olarsa, perimetrin ən kiçik tam qiyməti tapın. Tərəflər 5 və 7-dir. Üçüncü tərəf mən x desəm, perimetri nədir? Üçbucağın perimetri bütün tərəflərin cəmi. 5 üstəgəl 7 üstəgəl x. O da bərabər 12 üstəgəl x-a. Perimetri 12 plus x-dir. Bizdə nə edir? Perimetrin ən kiçik tam qiymətini. Perimetri ən kiçik olması üçün bu üçüncü tərəf x tərəfi ən kiçik almalı, ən kiçik qiymət almalıdır. Bizdə burada x-in ən kiçik qiyməti lazımdır ki, perimetri 12 plus x ən kiçik ədəd olsun. Onda x burada üçbucağı bərabərsizliyinə görə alar. 5 ilə 7-nin cəmindən kiçik, fərqinin modulundan böyük. Onda x kiçikdir, 5 ilə 7-nin cəmi 12, böyükdür. 5-dən 7 çıxam edər, mənfi 2, modulu müsbət 2. Demək, x böyükdür, 2-dən kiçikdir 12-dən. Perimetr ən kiçik olması üçün x tərəfi ən kiçik ədəd almalıdır. Ən kiçik tam ədəd dediyindən x-dan 2-dən böyük olan ən kiçik tam ədəd 3-dür. Onda mən burada x-a 3 versəm, 12 ilə 3-ün cəmi bərabər olar 15-ə. Perimetrin ən kiçik qiyməti oldu 15, C variantı. Sual 8. Üçbucağın iki tərəfi 2 və 6 olarsa perimetrinin ən böyük tam qiyməti tapın. Perimetri bütün tərəflərin cəmi. Tərəflər 2, 6 və x deyək. Onun perimetri olar 2 üstəgəl 6 üstəgəl x. O da bərabərdir 8 üstəgəl x-a. Deməli, perimetrin ən böyük olması üçün üçüncü tərəf ən böyük olmalıdır. Üçüncü tərəfin ala biləcək qiymətlər isə x kiçikdir 2 üstəgəl 6-dan, böyükdür modulda 2 çıxılsın 6-dan. X kiçikdir 8-dən, böyükdür 2-dən 6 çıxsam edər mənfi 4, modulu müsbətdir. Deməli, x 4-dən böyük 8-dən kiçikdir. Perimetrin ən böyük olması üçün, yəni 8 plus x ən böyük olması üçün x ən böyük olmalıdır. X-in ən böyük tam qiyməti nədir? 8-dən kiçik olan ən böyük tam ədəd 7-dir. Deməli, x-in ən böyük qiyməti 7-dir. 8-dən 7-nin cəmi bərabər 15-ə. B variantı. Sual 9. Üçbucağın iki tərəfi 2 və 9 olarsa, perimetr aşağıdakilərdən hansı ola bilər? Tərəf 2 və 9-dursa, ikisi, digərinə x deyim. Onda p bərabər 2 üstəgəl 9 üstəgəl x. Onda o da bərabər 11 üstəgəl x-a. Üçüncü tərəf lazımdır. Üçüncü tərəf ala biləcək qiymətlər x kiçikdir 2 ilə 9-un cəmindən, böyükdür 2 ilə 9-un fərqinin modulundan. X kiçikdir 11-dən, böyükdür 2-dən 9 çıxsan mənfi 7, modulu müsbət 7. Deməli, x alacaq burada 7 ilə 11 arası. Yəni 8, 9 və 10. Perimetr nə idi bəs? 11 üstəgəl x. X 8, 9 ola bilər. Yəni, x-a 8 versəm 11 plus 8 bərabər 19-a. X-a 9 versəm 11 plus 9 bərabərdir 20-yə. X-a 10 versəm 11 plus 10 bərabərdir 21. Deməli, perimetr 18, 20 və 19, 20 və 21 ala bilər. Hansı ola bilər? 19, 20, 21-dən yalnız burada 20 var. 20 ola bilər. Sual 10. Üçbucağın iki tərəfi 3 və 8 olarsa, perimetri aşağıdakilərdən hansı ola bilməz? Bu dəfə ola bilməz deyir. Perimetri tərəflər 3, 8 və x deyək. Onda perimetr olar 3 üstəgəl 8 üstəgəl x. Yəni o da olar 11 üstəgəl x-a. Bizə x-in ala biləcək qiymətlər tapsaq, üçüncü tərəf x kiçikdir 3 ilə 8-in cəmindən, böyükdür 3 ilə 8-in fərqinin modulundan. X kiçikdir 11-dən, böyükdür 3-dən 8 çıxsan mənfi 5, modulu müsbət 5. Yəni, x burada 5 ilə 11 arasında qiymətlər alır. Gəl biz burada perimetrin ən kiçik və ən böyük qiymətlərini tapaq. Burada baxın, x 5-dən böyük qiymətlər alır. Amma 5-i almır. Məsələn, mən burada x-a 5 versəm, 11 plus 5. Onda perimetri olacaq, yəni perimetrin ən kiçik qiyməti olacaq, yəni p böyük olacaq 26-dan. Baxın, bizə nə lazımdır? Bizə 11 plus x lazımdır. Perimetr 11 plus x lazımdır bizə. X tapmışıq 5-dən böyük 11-dən kiçikdir. Bizə 11 plus x lazım. Mən burada bərabərsizliyin hər tərəfinə 11 əlavə edirəm. X-in üzərində 11 əlavə edirəm. 5-in üzərinə də 11 əlavə edirəm. 11-in üzərində 11 əlavə edirəm. Yəni hər bir həddin üzərində 11 əlavə edirəm. Onda olur x plus 11 kiçikdir
kiçikdir. 11 11-in cəmi 22-dən, böyüdür 5 11-in cəmi 16-dan. X plus 11 nədir? Baxın, bizə perimetri verir. Digər iki tərəfin cəmi 11-dir, bir də x üçüncü tərəf. Bu elə perimetrdir. Kiçikdir 22-dən, böyükdür 16-dan. Yəni artıq tək-tək yoxlama ehtiyacı yoxdur. Deməli, perimetr 16 ilə 22 arası qiymətlər alır. Amma 16-dan 22-ni almır. Hansı ola bilməz? 17 ola bilər, 16 ilə 22 arasındadır. 19 ola bilər, bu aralıqdadır. 21 ola bilər, bu aralıqdadır. Amma 23 ola bilməz. Çünki perimetr 22-dən kiçikdir. 23 ola bilməz D variantı. Və yaxud da, baxın, biz tapmışdıq ki, tərəf 5-dən böyük 11-dən kiçikdir. Tərəfin burada perimetr 11 plus x-dir. Tərəf 5 ilə 11 arasında qiymətlər alır. Tək-tək veri yoxlaya bilərsiniz. Və yaxud da baxın, burada dedik ki, 11 plus x. X-a mən 5 versəm, 11 plus 5 edir 16. Amma bu 16-nı almır. Çünki tərəf 5-i almır, 5-dən böyükdür. Eyni qayda x-a 11 versəz, 11 plus 11 edir 22. Perimetr ən kiçik olur 16, amma yəni perimetr olur 16-dan böyük, 22-dən kiçik. Amma bu 16-dan 22-ni ala bilməz. Çünki bu ciddi bərabərsizlikdir. Bu arada qiymətlər alır. Eyni qaydanı baxın elə bu cür yaza bilərik. Çünki burada x plus 11 bizə perimetri verirdi. Sual 11. Üçbucağın daxili bucaqlarından biri 20 dərəcə, ikincisi isə bundan 3 dəfə böyükdür. Üçbucağın daxili bucaqları cəmi 180 dərəcədir. Daxili bucaqlar alfa, beta və qamma desəm. Üçbucağın daxili bucaqların cəmi alfa üstə gəl, beta üstə gəl, qamma bərabərdir 180 dərəcəyə. Daxili bucaqların biri 20 dərəcə. Birinə alfa 20 dərəcə. İkincisi bundan 3 dəfə böyük. 20-dən 3 dəfə böyük. 20 vur 3. İkinci olur 60 dərəcə. Yəni 20 vurulsun 3. Dir 60 dərəcə. Bizdən bu üç bucağın üçüncü daxili bucağını. Biri 20-dir, biri 60. Üç bucağın iki daxili bucağı verildi. Üçüncünü tapmaq üçün. Gəlin burada yerinə yazsa alfa 20, üstə gəl beta 60, üstə gəl qamma bərabərdir 180-ə. 20 ilə 60-ın cəmi ilə 80, üstə gəl qamma bərabər 180. Qamma da bərabər buradan 180-dən çıxaram 80-i. Qamma da bərabərdir 100-ə. Yəni mən üç bucağın iki daxili bucağı verildi. Üçüncü bucağı tapmaq üçün 180-dən digər ikisinin cəmini çıxaram. 180-dən digər ikisinin cəmi 60-dan 20-nin cəmi 80. 180-dən çıxsam 80 edər 100. Üçüncü bucaq olar 100 dərəcə. A variantı. Sual 12. Üçbucağın daxili bucaqlarından biri 110 dərəcə, ikincisi isə bundan 60 dərəcə kiçikdir. Biri 110 dərəcə, ikincisi isə bundan 60 dərəcə kiçik. Yəni 110 çıxılsın 60 bərabər 70 dərəcəyə. Daha doğrusu 50 dərəcəyə. Bizdən bu üç bucağın üçüncü daxili bucağını istəyir. Daxili bucaqlar biri 110, diğeri 50. Üçüncü tapmaq üçün bunların cəmi x üstə gəlir 110, üstə gəlir 50, bərabər 180-ə. X tapmaq üçün burada 180-dən bu ikisinin cəmini çıxaram. 180 çıxılsın, 110 ilə 50-nin cəmi edər 160. X bərabər 180-dən çıxsam 160 edər 20. Üçüncü bucaq 20 dərəcə D variantı. Sual 13. Üçbucağın daxili bucaqları 1 bölünsün 2, bölünsün 3 nisbətində olarsa, ən böyük daxili bucağı tapın. Daxili bucaqların cəmi 180-dir. Yəni biz burada 180-i 1, 2 və 3 ədədləri ilə düz mütənsizləri bölməliyik. Və 1 bölü 2 bölü 3 nisbətində, bunun üçün nisbət varsa nə var? K qaydası. Onda olacaq K, 1K, 2K və 3K. Cəmi bərabərdir 180-ə. Bunu həll etsəm, 6K bərabərdir 180, K bərabərdir 180 bölü 6 edər 20. K-nın 20 olduğunu tapdıq. Bizdən ən böyük daxili bucağı istəyir. K 20 isə ən böyük daxili bucaq 3K-dır. K-nın yerinə yazsam 3 vurulsun 20 bərabərdir 60 dərəcəyə. Daha doğrusu 186 böləndə 20 yox 30 edir. Bunu üzrlü sayını düzəldək. K oldu 30. Ən böyük daxili bucaq 3K. 3 vur 30 edər 90 dərəcə. C variantı. Sual 14. Üçbucağın daxili bucaqları 2 bölü 3 bölü 5 nisbətində olarsa, ən kiçik daxili bucağı tapın. Onda bucaqlar 2K, 3K və 5K deyək. Cəmi bərabərdir 180-ə. Bu tənli həll etsək, 9K bərabərdir
9'u 10k bərabərdir 180'ə. K bərabər 180 bölü 10 edər 18 dərəcə. Bizdən ən kiçincisi, ən kiçik 2K'dır. K 18'dir. 2 vurulsun 18 bərabərdir 36 dərəcəyə. Sual 15. Üçbucağın daxili bucaqları 2 bölü 3 bölü 4 nisbətində olarsa, ən böyük xarici bucağı tapın. Onda 2 bölü 3 bölü 4, onda bir nədir? 2K, 3K və 4K. Cəmi bərabərdir 180'ə. Tənli həll etsək, 9K bərabərdir 180. K bərabər 180 bölü 9 edər 20. Bizdən ən böyüyünü istəyir. Ən böyük 4K'dır. 4 vurulsun 20 bərabərdir 80 dərəcəyə. Yenə bizdən inşallah ən böyük xarici bucaq istəyir. Xarici bucaq. Nədir xarici bucaq? Üç bucağın daxili bucağına qonşu olan bucağa həmin üç bucağın xarici bucağı deyilir. Baxın, məsələn, burada üçbucağın daxili bucaqlar alfa, beta və gamma deyək. Onda alfa bucağının xarici bucağı alfaya qonşu olan bucaq. Baxın, bu bucağı deyək alfa işləyirik. O alfanın xarici bucağı. Eyni qayda ilə beta'ya qonşu olan beta işləyirik. Beta'nın xarici bucağı və gammaya qonşu olan gamma işləyirik. Adlanır gammanın xarici bucağı. Xarici bucağı olan nələri bilirik? Üç bucağın xarici bucağından cəmi alfa işləyirik, üstə gəlir beta işləyirik, üstə gəlir gamma işləyirik. Bərabərdir 360 dərəcə. Üç bucağın xarici bucaqlarının cəmi 360 dərəcədir. Və bizim belə bir qaydamız var ki, başqa. Üç bucağın bir xarici bucağı, yəni alfa işləyirik, xarici bucağı ona qonşu olmayan, bax alfa işləyirin qonşusu alfadır. Ona qonşu olmayanlar isə beta və gammadır. Üç bucağın bir xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəminə bərabər. Yəni alfa işləyirik bərabərdir beta ilə gammanın cəminə. Bir xarici bucaq ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Və bir də üç bucağın ən böyük xarici bucağı ən kiçik daxili bucağın qonşusudur. Məsələn, baxın, bu gamma bucağı 20 dərəcədirsə, onun qonşu bucağı 180, biz bilirik ki, qonşu bucaqların cəmi 180'dir. Qonşu bucaqların biri verildikdə, digərini tapmaq üçün 180'dən bizə veriləni tapıb çıxırır. Gamma 20'dirsə, gammanın qonşusu nə qədərdir? 180 çıxırmada 160 dərəcə. Məsələn, alfa 60 dərəcədirsə, alfanın qonşusu olur 180 çıxılsın 60 edər 120 dərəcə. 20, 60, 80 demək beta oldu 100 dərəcə. 100'ün qonşusu olur 180 çıxılır 80 dərəcə. Baxın, ən böyük bucaq betadır 100 dərəcə. Amma ən kiçik xarici bucaq beta deyil, beta iştirikdir. Yəni, ən kiçik xarici bucaq, ən böyük daxili bucağın qonşusudur. Və tərsinə uyğun olaraq, ən böyük xarici bucaq ən kiçik daxili bucağın qonşusudur. Onda baxsaq biz bu suala. Biz tapmışıq burada 15-ci sualda ki, daxili bucaqları 2 bölü 3 bölü 4. Yəni onda K da 20 olduğundan 2K, 3K, 4K. Bucaqlarını tapsam 2K olar. 2 vur 20 bərabər 40'a. 3K, 3 vur 20 bərabər 60'a. 4K, 4 vur 20 bərabər 80'ə. Bu üçbucağın daxili bucaqlar bizdən ən böyük xarici bucaq istəyir. Ən böyük xarici bucaq ən kiçik daxili bucağın qonşusudur. Ən kiçik daxili bucaq 40 dərəcədir. 40'ın qonşusu isə 180 çıxılsın 40 bərabər 140 dərəcə. Deməli, ən böyük daxili bucaq 140 dərəcə olar. B variantı. Sual 16. Üçbucağın iki xarici bucağı 140 və 105 olarsa, üçüncü xarici bucağı tapın. Üçbucağın xarici bucaqlarının cəmi 360'dır. Yəni birinə x desəm, digər ikisi x üstə gəl 140, üstə gəl 105 bərabərdir 360 dərəcəyə. Bu tənliyi həll etsəm, x üstə gəl 245 dərəcə bərabərdir 360 dərəcəyə. Buradan x bərabər 360'dan çıxsam 245'i x olar 115 dərəcə. B variantı. Sual 17. Üçbucağın iki xarici bucağı 105 və 115 olarsa, üçüncü xarici bucağı tapın. Onda x bərabər üstə gəl 105, üstə gəl 115 bərabər 360 dərəcəyə. 3 daha xarici bucağın cəmi 360'dır. X üstə gəl 220 dərəcə bərabərdir 360 dərəcəyə. X bərabər 360'dan çıxsam 220 də 140 dərəcə. D variantı. Sual 18.
Üç bucağın iki daxili bucağının cəmi 120 dərəcədir. Bu bucaqlar qonşu olmayan xarici bucaq tapın. Baxın, dediyimiz qayda. Üç bucağın xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəmidir. Mən bu xarici bucağı məsələn alfa ştrix deyim. Ona qonşu olmayan bucaqlar beta və gamma. Bu beta ilə gammanın cəmi bərabər 120-yə. Elə bu bərabərdir alfa ştrixə. Cavab olar 120 dərəcə və D variantı. Sual 19. Üç bucağın iki daxili bucağı 80 və 50 dərəcə olarsa, bu bucaqlar qonşu olmayan xarici bucağın. Eyni qayda ilə bunlara qonşu olmayan xarici bucaq alfa ştrix bərabərdir 80 ilə 50-nin cəmi 130 dərəcəyə. Üç bucağın iki xarici bucağı 110 dərəcə və 120 dərəcədir. Bu bucaqlara qonşu olmayan daxili bucağı tapın deyir. Gəlin şəkli çəkək. Baxın, bizə verilib 2 dənə xarici bucaq 110 və bir də 120. Bizdən bu bucaqlar qonşu olmayan daxili bucaq. Yəni bizdən baxın, bu alfa bucağını istəyir. Müxtəlif yollarla yaza bilərəm. Mən məsələn buradan 3-cü xarici bucağı taparam. 360-dan ikisinin cəmini çıxsam, yəni 110 ilə 120 cəmidir 230. 360-dan çıxsam 230 edə 130. Deməli 3-cü xarici bucaq 130-dur. Onda 130-un da alfada 130-un qonşusudur. 180-dən çıxsam 130 edə 50 dərəcə. Deməli 3-cü xarici bucaq, 3-cü daxili bucaq, yəni bu bucaqlar qonşu olmayan daxili bucaq 50 dərəcədir. Və yaxud da 2 dənə xarici bucaq verir 110, 120. Onda 110-un qonşusu olur 70 dərəcə, 180 çıxır 110. 120-nin qonşusu olur 60 dərəcə. Deməli, üç bucağın iki daxili bucağını tapdım. 70 ilə 60. Üçüncünü tapmaq üçün edərəm. 180-dən ikisinin cəmini çıxaram. 70 ilə 60-ın cəmi edər 130. 180-dən çıxsam 130 edər, yəni 50 dərəcə. Sual 21. Üç bucağın iki xarici bucağı 100 və 120 dərəcədir. Bu bucaqlara qonşu olmayan daxili bucağı tapın. Şəkli üzərində işləyək. 100 və 120 dərəcədir. Biri 100'dür, diğer 120. Birinci qaydanı yazsaq, üçüncü xarici bucağı tapmaq üçün 360-dan bu ikisinin cəmini çıxıram. 100 ilə 120-nin cəmidir 220. 360-dan çıxsam mən 220 edər 140 dərəcə. Üçüncü xarici bucaq 140 dərəcədir. Ona qonşu olan isə, qonşu olan daxili bucaqsa olar 180 çıxır 140 edər 40 dərəcə. D variantı. Sual 22. Xarici bucaqları 5/6/7 nisbətində olan üç bucağın ən böyük daxili bucağını tapın. Deməli, ən böyük daxili bucaq ən kiçik xarici bucağın qonşusudur. Deməli, biz burada ən kiçik xarici bucağı tapaq birinci. 5/6/7. Onda deyərəm 5K, 6K və 7K. Cəmi bərabərdir 360-a. Xarici bucaq dediyindən cəmi 360-dır. Bu tənliyi həll etsəm, 5-dən 6 13 plus 7 20. Daha doğrusu 5-dən 6 11 plus 7 18. Üzr sayın. 18K bərabər 360-a. Buradan K bərabər 360-ı bölsəm 18 edər 20 dərəcə. K oldu 20 dərəcə. Üç bucağın ən böyük daxili bucağını tapın. K 20 isə ən böyük daxili bucaq ən kiçik xarici bucağın qonşusudur. Onda ən kiçik xarici bucaq nədir? 5K. K 20 isə 5 vur 20 bərabər 100-ə. Gəlin digərini hesablayaq. 6 vur 20 edər 6K, yəni 6 vur 20 edər 120 və digəri 7 vurulsun 20 edər 140. Üç bucağın xarici bucağı 120, 140, 100, 120 və 140. Onda 100-ün qonşusu olacaq 80. 120-nin qonşusu olacaq 60. 140-ın qonşusu olacaq 40. Yəni 180-i çıxaram. Çünki qonşu bucaqların cəmi 180-dir. Bizdən üç bucağın ən böyük daxili bucağını istəyir. Ən böyük daxili bucağı nə oldu? 80-dir. Yəni ən kiçik xarici bucağın qonşusu. 23. Xarici bucaqları 5/7/8 nisbətində olan üç bucağın daxili bucaqların nisbətini tapın. 5/7/8. Onda 5K, 7K və 8K deyək. Cəmi bərabərdir 180-ə. Daha da 360-a. Bunu həll etsəm 5 ilə 7 12 plus 8 20. K bərabər 360. K bərabər 360/20 edər 18 dərəcə. K'nın 18 olduğunu tapdım. Birinci xarici bucağı hesablayaq. 5K 5 vur 18 bərabər 90 dərəcəyə.
7K. 7 vurulsun 18. Beraber 7 8 56. 126 derece. 8 vurulsun 18. Eder bu 144 derece. Düz mü yazdık? 5K, 7K. Bir de 8K cəmi elədim. 12, 8, 20K eder. 360, K oldu 18. 90, 126, 144. Cəmi edir 360. Aha. İndi bizdən daxili bucaqların nisbətini. Bunlar xarici bucaqlardır. İndi biz xarici bucağı qonşu olan daxili bucağı tapaq. 90 xarici bucaqsa onun qonşusu ilə 90-da. 180 çıx 90. 126-ın qonşusu nədir? 180 çıxılsın 126 edər. 54 dərəcə. Və 180-dən çıxsan 144 edər. Bu da 36 dərəcə. Deməli, daxili bucaqlar 90, 54, 36. 90 bölünsün 54 bölünsün 36. Bunları hər birini mən ixtisar etsəm neçəyə ixtisar edə bilərəm? 18-ə ixtisar edə bilərəm. 90-ı bölsəm 18 edər 5 dəfə. 54-ü bölsəm 18 edər 3 dəfə. 36-ı bölsəm 18 edər 2 dəfə. 5 bölünsün 3 bölünsün 2 nisbətində olar. Yəni A variantı. Daxili bucaqlar 3 bölünsün 5 bölü 7 nisbətində olan 3 bucağın xarici bucağın nisbəti tapın. Daxili bucağın nisbəti 3 bölünsün 5 bölünsün 7. Birini deyirəm 3K, 5K və 7K. Cəmi bərabərdir 180-ə. Daxili bucaqlar dediyindən cəmi 180-dir. Tənliyi həll etsəm 15K bərabər 180-ə. K bərabər 180-i bölsəm 15 edər 12. K'nın 12 olduğunu tapdım. Gətir yerinə yazsaq, bucaqlar tapsaq 3K 3 vur 12 edər 36. 5 vur 12 edər 60 və 7 vur 12 edər 84. 36, 60, 84. Bunlara uyğun olaraq xarici bucaqlar. 36-nın qonşusu nədir? Yəni, 36 dərəcəli bucağa qonşu olan bucaq. 180 çıx 36 edər 144. 160-a qonşu olan bucaq. 180 çıx 60 edər 120. 84-ə qonşu olan 180 çıx 84 edər 96. Demək, bucaqlar 144, 120, 96. Bunların hər birini birinci gəlin nəyə ixtisar edir? 12-yə. Hər birini 12-yə ixtisar etsəm 144-ü bölsəm 12 edər 12. 120-ni bölsəm 12 edər 10, 96-nı bölsəm 12 edər 8. 12 böl 10 böl 8. 12 bölünsün 10 bölünsün 8. Təzdən bunları hər birini mən ixtisar edim. 2 ixtisar edə bilərəm. 6 bölünsün 5 bölünsün 4. 6 böl 5 böl 4 olar. D variantı. Sual 25. ABC 3 bucağında BC, gəlin 3 bucaq çəkək. BC böyükdür, AC böyükdür, AB. Demək, ən kiçik tərəf AB-dir. BC böyükdür. Bu ABC 3 bucağı. BC böyükdür AC-dən. O da böyükdür AB-dən. Yəni, bura A tərəf deyim, bura ehtiyac yoxdur. BC böyükdür AC-dən, böyükdür AB-dən. Baxın, uşaqlar, hansı der doğrudur? Bunun üçün biz bilməliyik, 3 bucağın tərəfləri ilə bucaqlar arasında əlaqə. Belə bir qaydamız var ki, ixtiyarı 3 bucaqda kiçik bucaq qarşısında, kiçik tərəf, böyük bucaq qarşısında böyük tərəf dayanır. Və ya tərsinə, kiçik tərəf qarşısında kiçik bucaq, böyük tərəf qarşısında böyük bucaq dayanır. Bu 3 bucağın tərəfləri ilə bucaqlar arasında əlaqə. Deməli, ABC tərəfi ən böyükdürsə, onda BC-nin qarşısında nə dayanır? Yəni, BC tərəfi hansı bucağın qarşısında dayanır? A bucağının. Deməli, bucaq A ən böyükdür. Sonra gəlir AC. BC AC-dən böyükdür. AC hansı bucağın qarşısında dayanır? B bucağının. Deməli, böyükdür bucaq B-dən. Ən kiçik tərəf hansıdır? AB tərəfi. Deməli, ən kiçik bucaq C-dir. Onda o da böyükdür bucaq C-dən. Bucaq B böyükdür bucaq A böyükdür bucaq B-dən. Bu bucaq şahısdır və böyükdür bucaq C-dən. Bucaq A böyükdür bucaq B, böyükdür bucaq C. Harada var? D variantında. 26. ABC 3 bucağında bucaq A böyükdür bucaq B, böyükdür bucaq C. Yəni, bu şəkil üzərində izah edək. Bucaq A böyükdür bucaq B, böyükdür bucaq C. AB bərabərdir 5-ə. Sonra BC bərabər 9-a. AC-nin
mümkün tam qiymətlərinin sayını tapın. Deməli burada üçüncü tərəf x nə alacaq? Digər iki tərəfin cəmindən kiçik. X kiçikdir 5 ilə 9-un cəmindən, böyükdür 5 ilə 9-un fərqinin modulundan. X kiçikdir 14-dən, böyükdür 5 ilə 9-un fərqi edir mənfidir modulu müsbətdir. Deməli burada görürük ki x böyükdür 4-dən, kiçikdir 14-dən. Amma bizdə bucaqlar da verilib. Bucaq A böyükdür bucaq B-dən, böyükdür bucaq C-dən. Bucaq A böyük, bucaq B böyük, bucaq C. Onda uyğun olaraq bucaq A böyük bucaq B-dən, böyükdür bucaq C-dən. Onda A-nın qarşısında dayanır BC. Böyükdür bucaq B-nin qarşısında dayanır AC-dən. O da böyükdür AB-dən. Bucaq C-nin qarşısında. Bu şart da ödənməlidir. Amma bizdə lazımdır AC tərəfi. AC hansısa ortada duran. Gördük ki bu nədir? AC böyükdür 4-dən, kiçikdir 14-dən. Tam qiymətlərin sayını. Gəlin baxaq görə burada. AC 4 ilə 14, yəni 5, 6, 7, 8, 9, 10, 11, 12 və 13. Bu şartı görə bu qiymətləri alır. Amma ki, biz buradan görürük ki bu AC tərəfi BC bizdə 9-dur. AB isə 5-dir. Yəni üçüncü tərəf 9-dan kiçik, 5-dən böyük qiymətlər almalıdır. Baxın bu qaydaya əsasən. 5-dən böyük 9-dan kiçik qiymətlər almalıdır. Onda burada biz görəcək ki, bu 5-i ala bilməyəcək. Ala biləcək qiymətlər olacaq 6, 7 və 8. Üçüncü tərəf 5-dən böyük olmalı, 9-dan kiçik. Baxın bu qaydaya əsasən böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq. Yəni burada AC alır 6, 7, 8. Yəni 3 dənə tam qiymət. Niyə görə 5 ala bilmir? Çünki bizdə niyə görə 5 ala bilmir? Çünki bucaq B böyükdür bucaq C-dən. Buna görə də AC tərəfi B-nin qarşısında duran, bucaq B-nin qarşısında duran AC tərəfi böyük olmalıdır AB tərəfindən, yəni 5-dən. Bu şart da ödənməlidir. Onun üçün də alır 6, 7, 8. 3 dənə tam qiymət ola bilər. Mümkün tam qiymət sayını istəyir 3 dənə C variantı. Sual 27. Üçbucaq ABC-də A və B bucaqlarından çəkilən tənbölənlər D nöqtəsində kəsişir. Tənbölən nədir? Bucağın üçbucağın təpəsindən çıxmaqla həmin bucağı yarıya bölən parçadır. Yəni bucağın tənböləni bucağı yarıya bölən parçadır. Bucaq A 60 dərəcə. Yazaq burada. Bucaq B 80 dərəcə. Onda 60 ilə 80 cəmi 140. Onda bucaq C olacaq 40 dərəcə. 180-dən ikisinin cəmini çıxaram. Bizdə deyir ki, A ilə B-dən çəkilən tənbölənlər D-də kəsişir. A ilə B-dən biz tənbölənlər çəkək. Bu olsun AM, bu olsun BN tənböləni və D nöqtəsində kəsişir. Tənböləndirsə, A bucağı 60-dır. Onda bu AM tənböləni A bucağın yarıya böləcək. Onda olacaq 30 dərəcə və 30 dərəcə. Və eyni qaydada B bucağın BN tənböləni B bucağın yarıya böləcək. 40 dərəcə və 40 dərəcə. Bizdən nə istəyir? ADB bucağı. ADB bucağı baxın bu bucaqdır. Bura X deyək. Yəni bizdən baxın ADB 3 bucağını D bucağını istəyir. Yəni həmin 3 bucağı göstərək. Bizdə bu X bucağı lazımdır. Baxsaq bu ADB 3 bucağına 2 daxili bucağı var. 40 və 30 və 40. Onda 3 bucağın ADB-nin daxili bucaqları 30, 40 və X. X var, bizdən birini istəyir. 3 bucağı 2 daxili bucağı verildikdə 3-cü bucağı tapmaq üçün 180-dən digər ikisinin cəmini çıxaram. Çıxaram 30 ilə 40-ın cəmini. Onda X bərabərdir 180-dən çıxaram 30 ilə 40-ın cəmi 70,
X bərabər 110 dərəcəyə. Yəni, X oldu 110 dərəcə. A variantı. Sual 28. Üçbucaq ABC-də A və B bucaqlarından çəkilən tənbölənlər D-də kəsişir. Yenə bu sualın üzərində işləyək. Vaxtımız getməsin. Neyse, təzə bir şəkil çəkək. Vaxtımız getməsin. A, B, C. A və B-nin tənböləni D-də kəsişir. AM və B10 olsun da D nöqtəsi. Bucaq A 70 dərəcə. Onda AM tənböləndirsə, bu bucaq 35 dərəcə, burada 35 dərəcə. Sonra bucaq C 50 dərəcə. Bucaq A 70-dir, bucaq C 50-dir. 70 ilə 50-nin cəmidir 120 dərəcə. Onda bucaq B nə qədərdir? 180-dən çıxaram 120-ni edər 60 dərəcə. Bucaq B oldu 60. B-yə tənbələn sonunda həmin B-ni yarıya bölür. 30 dərəcə və 30 dərəcə. Bizdən ADB-ni istəyir. ADB hansıdır? ADB. Baxın, yenə bu bucağı. Gəlin biz həmin üç bucağı göstərək. Bizə bu ADB uç bucağını, D bucağını istəyir. Burada X deyir. Onda bu üç bucağın daxili bucaqları 30, 35 və X. Üçün cəmi X üstəgəl 30, üstəgəl 35 bərabər 180 dərəcəyə. Onda X üstəgəl 65 dərəcə bərabər 180 dərəcə. X də bərabərdir 180-dən çıxaram 65-i. O X bərabərdir 180-dən çıxaram 65 edir bu 115 dərəcə. D variantı. Sual 29. Üçbucaq ABC-də BD hündürlüyə çəkilmişdir. Hündürlük üçbucağın təpəsindən qarşı tərəfə çəkilən perpendikulyardır. Yəni, mən B-dən AC-yə hündürlük çəkim. Bu olur qarşı tərəfə çəkilən perpendikulyar. Yəni, qarşı tərəflər düz bucağı əmələ gətirir. Bucaq A bölünsün, bucaq B bölünsün, bucaq C 3 bölünür bölü 2. Onda bucaq A 3K, bucaq B 4K, bucaq C 2K. Daxili bucaqlarda cəmi 180 dərəcəyə bərabərdir. Bu tənliyi həll etsək, 3, 4, 2, 7, 9K bərabərdir. 180-ə, K bərabər 20 dərəcəyə. K-nın 20 dərəcə olduğunu tapdıq. Bizdən nə istəyir? DBC-ni. DBC, baxın, bu bucağı. Gəlin biz birinci üç bucağın daxili bucaqlarını yazaq. K 20-dirsə, bucaq A 3K. 3 vur 20, bucaq A bərabər 3K-ya. 3 vur 20 edir 60 dərəcə. Bucaq A oldu 60 dərəcə. Bucaq B. Gəlin bucaq B-ni saxlayaq hələ ki. Bucaq C 2K. Bucaq C bərabər 2K. Yəni 2 vur 20 edər 40 dərəcə. Bucaq C oldu 40 dərəcə. Gəlin burası. Bizdən baxın, bu bucağı istəyir. Hansı bucaqdır bu? DBC. Buraya X deyək. Bucaq B-ni yazmaya ehtiyac yoxdur. Niyə görə yazmadıq? İndi onun səbəbini görəcəyik. Baxın, bizdə belə bir BDC düz bucaqlı üç bucaq alınıb. Düz bucaqlı üç bucağın bucaqlar biri 90 dərəcə, yəni düz bucaq 90 dərəcədir, digər bucaq 40 dərəcə. Və bizdən bu ikinci iti bucağı istəyir. Üç bucağın, düz bucaqlı üç bucağın iti bucaqların cəmi, yəni X-la 40-ın cəmi nəyə bərabərdir? 90 dərəcəyə. Düz bucaqlı üç bucaqda iti bucaqların cəmi 90-dır. Nəyə görə? Çünki bir bucaq 90-dır. Digər iki bucağın da cəmi 90 olmalıdır ki, 90 ilə 90 cəmi 180 olsun. Çünki istənilən üç bucağın, daxili bucaqların cəmi 180-dir. Onda X də bərabər buram. 90-dan çıxsam 40 edər 50 dərəcə. Onda bu X bucağı oldu 50 dərəcə. A variantı. Sual 30. Perimetri 30 olan bərabər yanlı üç bucağın oturacağı 2 cm olarsa, yan tərəfini tapın. Bərabər yanlı üç bucaq nəyə deyilir? İki tərəfi bərabər olan üç bucağa bərabər yanlı üç bucaq deyilir. Bura A-dır, bura A-dır, bura B-dir. Onun perimetri nə olar bəs? A üstəgəl A, üstəgəl B. O da bərabərdir 2A üstəgəl B-yə. Bunun perimetridir.
Deməli 2A üstəgəl B onun perimetridir. Və bu bərabər 30-a. Və bir də deyir ki, oturacaq 2-dir. Oturacaq hansıdır? Baxın, bu B tərəf oturacaqdır. Digər yan tərəflər isə, digər 2 bərabər tərəf adlanan yan tərəflər. B2-dirsə gətir yerinə yazam 2-nin. Onlar 2A üstəgəl 2 bərabər 30-a. Bunu həll etsəm 2A bərabərdir. 30-dan 2-ni atalım sağa, 30 çıxı gedər. 28 bərabərliyin bir tərəfindən digər tərəfinə keçirəndə işarə əksinə dəyişir. Onda buradan 2A 28-dən A da bərabərdir. 28 bölü 2-də 14. Bizdən nə istəyir? Yan tərəfini. Yan tərəf oldu hər biri 14 cm. C variantı. Sual 31. Perimetri 17 olan bərabər yanlı üçbucağın yan tərəfi 5 olarsa oturacağını tapın. Perimetr 17-dir. Perimetr yan tərəflə A, oturacaq B olsa, perimetr 2A üstəgəl B oturacaq 5-dir. B bərabər 5-ə. Yerinə yazsaq 2A üstəgəl B 5-dir. Bərabərdir 17-yə. Bu tənliyi həll etsək 2A bərabərdir. 5-i keçirsəm sağa olur 17, çıxılsın 5. 2A bərabər burada 12-yə. B də bərabər 12 bölü 2-də 6. Deməli yan tərəf oldu B yox A. Yan tərəf oldu 6. B variantı. Sual 32. Perimetri 28 olan bərabər yanlı üçbucağın yan tərəfi oturacaqdan 2 cm böyük olarsa. Baxın, yan tərəf oturacaqdan 2 cm böyük. Mən oturacaq x desəm, yan tərəf olur x plus 2. Bərabər yanlı olduğuna üçbucağın yan tərəflə bir-birinə bərabərdir. Bu yan tərəf x plus 2-dirsə, burada x plus 2-dir. Və perimetr 28-dir. Nədir perimetr? Bütün tərəflərin cəmi. Bütün tərəflər x üstəgəl 2 üstəgəl x üstəgəl 2 bərabərdir 28-ə. Bu tənliyi həll etsəm. X dənə 3 dənə x üstəgəl 2-nə 2-nin cəmi 4 bərabər 28-ə. 3x bərabər 4-ü atsam sağa 28 çıx 4 edər 24. X bərabər 24 bölü 3 edər 8. Bizdən nə istəyir? Yan tərəfini. Biz x tapmışıq 8. X nədir? Oturacaqdır. Yan tərəf nədir bəs? 8x plus 2, yəni 8 üstəgəl 2 bərabərdir 10-a. Yan tərəf oldu 10. D variantı. Sual 33. Perimetri 35 olan bərabər yanlı üçbucağın oturacağı yan tərəfdən 1,5 dəfə böyükdür. Oturacağı yan tərəfdən 1,5 dəfə böyük. Mən yan tərəfinə x desəm, oturacaq yan tərəfdən 1,5 dəfə böyük olacaq 1,5x. Və bu tərəflərin cəmi x üstəgəl 1,5x bərabərdir 35-ə. Bu tənliyi həll etsək, x-in cəmi 2x plus 1,5x edir 3,5x bərabərdir 35-ə. X də nəyə bərabər buradan? 35-i bölsəm 3,5-ə, yəni mən buradan x tapmaq üçün nə edərəm? 35 bölünsün 3,5. Kəsrə bölmək üçün də mən həm surətim, həm məxrəcə vuraram ona ki, bölən natural olsun. 350 bölünsün 35, o da bərabərdir 10-a. Deməli, yan tərəflər x 10-dur, oturacaqdır 1,5x, yəni 1,5 vurulsun 10 edər 15. Bizdən nə istəyir? Bu üçbucağın yan tərəfini. Yan tərəf 10 cm, B variantı. Sual 34. Bərabər yanlı üçbucağın təpə bucağı 80 dərəcə olarsa, oturacağın bitişik bucağı tapın. Bərabər yanlı üçbucağın oturacağını bitişik bucaqlar bir-birinə bərabərdir. Yəni, bura alfadırsa, burada alfadır. Təpə bucağı 80 dərəcə. Üçbucağın daxili bucaqların cəmi 180-dir. Alfa üstəgəl 80 bərabər 180-ə. Onu bunu həll etmək 2 alfa bərabərdir. 80 atım sağa olur. 180 çıx 80 edər 100 dərəcə. Alfa da bərabər 100 bölü 2 edər 50 dərəcə. Deməli, oturacaq bitişik bucaqlar olar 50 dərəcə. C variantı. Sual 35. Bərabər yanlı üçbucağın təpə bucağı 110 dərəcə. Baxın, burada 110 dərəcədir indi. Bizdən oturacaq bitişik bucağı eyni qayda ilə həll etsək, alfa üstəgəl 110 bərabər 180-ə. Bunu həll edelim. 2 alfa bərabər 180-dən çıxsam 110 edir 70 dərəcə. Alfa bərabər 70 bölü 2 edər 35 dərəcə. B variantı. Sual 36. Bərabər yanlı üçbucağın oturacağının bitişiyi bucağı 40 dərəcə olarsa, təpə bucağını tapın. Bu dəfə bizə oturacağın bitişiyi bucağı verilib.
bərabər yanlı üç bucağın oturacağın bitişik bucaqları bir-birinə bərabərdir. Bu da 40-dırsa, onda burada 40-dır. Təpə bucağını x deyim. Bütün bucaqların cəmi x üstə gəlir 40, üstə gəlir 40. Bərabər 180 dərəcə. Bunu həll etsək. X üstə gəlir 40 ilə 40-ın cəmi 80 bərabər 180-ə. X bərabərdir 80 keçirim sağa. 180 çıxılsın 80. X bərabər 100-ə. Deməli təpə bucağı olar 100 dərəcə B variantı. Sual 37. Üç bucağın bərabər yanlı üç bucağın oturacağın bitişik bucağı 70 dərəcə. Bu dəfə 40 yox, 70-dir. Bizdən təpə bucağını istəyir. Yəni təpə bucağını x desəm, x üstə gəlir 70, üstə gəlir 70, bərabər 180-ə. X üstə gəlir 70 ilə 70-in cəmi 140, bərabər 180-ə. X də bərabər 180-dən çıxaram 140 edər, 40 dərəcə. Təpə bucağı oldu 40 dərəcə. A variantı. 38. Üç bucaq ABC-də. ABC üç bucaq çəkək. AB bərabərdir BC-yə, yəni bərabər yanlı üç bucaqdır. Və BD mediandır. Median nədir? Üç bucağın təpəsini qarşı tərəfin ortası ilə birləşdirən düz xət. Yəni median qarşı tərəfi yarıya bölür. Bura A-dırsa, burada A-dır. Sonra ABD 20 dərəcə. Baxın bura 20 dərəcədir. Və bizim üç bucaq bərabər yanlı üç bucaqdır. Bura 20 dərəcədir. Bərabər yanlı üç bucaqda bizim belə bir qaydamız var ki, bərabər yanlı üç bucaqda oturacaq çəkilən median həm hündürlüdür, həm tənbələndir. Bərabər yanlı üç bucaqda oturacaq çəkilən median həm hündürlü, həm tənbələndir. Deməli bu median həm tənbələndir, həm də hündürlü. Hündürlü isə qarşı tərəflə 90 dərəcə bucağıma gətirən düz bucaq, tənbələndirsə bura 20-dirsə deməli burada 20 dərəcədir. Bizdən ACB-ni istəyir. ACB. Yəni bu bucağı istəyir. Deməli burada baxaq bu BDC üç bucağına düz bucaqlı üç bucaqdır. Düz bucaqlı bilir ki, düz bucaqlı üç bucağın iti bucaqların cəmi 90-dır. İti bucaqların biri 20-dir, digəri x-dir. X üstə gəlir 20 bərabərdir 90 dərəcəyə. X də bərabər 90-dan çıxdan 20 edər 70 dərəcə. B variantı. 39. Üç bucaq ABC-də AB bərabər BC və BD mediandır. AB bərabər BC-yə bərabər yanlı üç bucaqdır. Bərabər yanlı üç bucaqda oturacaq çəkilən median həm hündürlük, həm tənböləndir. Deməli bu həm tənböləndir, həm də hündürlükdür. Hündürlük isə qarşı tərəfdən 90 dərəcə bucağı əmələ gətirir. Yəni düz bucaq, tənbələn isə bucağı yarıya bölür. CAB 40 dərəcə. CAB bura 40 dərəcədirsə, onda burada 40 dərəcədir. Bizdən nə isə DBA-nı baxın, DBA, yəni bu x bucağına. Gəlin burada ABD üç bucağını göstərək. ABD üç bucağı düz bucaqlı üç bucaqdır. Çünki BD hündürlüyüdür, qarşı tərəflə 90 dərəcə bucağı əmələ gətirir. ABD düz bucaqlı üç bucaqdır. Düz bucaqlı üç bucağın iti bucaqlarının cəmi x-la 40-ın cəmi bərabərdir 90 dərəcəyə. X də bərabər buradan 90-dan çıxsam 40 edər 50 dərəcə. A variantı. Sual 40. Düz bucaqlı üç bucaq iti bucaqlarının fərqi 20 olarsa, iti bucaqların fərqi birinə alfa deyim, birinə beta deyim. Bunların fərqi bərabərdir 20 dərəcə. Və biz dedik ki, düz bucaqlı üç bucağın iti bucaqların cəmi alfa ilə betanın cəmi bərabərdir 90 dərəcəyə. Bizdən kiçik bucaq istəyir. Bunu həll etmək üçün sistem tənli kimi həll edə bilərik. Toplasaq tərəf-tərəfə betalar gedər islah. Onda alfa ilə alfa cəmi 2 alfa bərabərdir 20 ilə 90 cəmi 110 dərəcə. Alfa bərabərdir 110 bölü 110 bölü 2 edər 55 dərəcə. Alfa 55-dir. İti bucaqların cəmi 90-dır. Biri verildikdə digərini tapmaq üçün, yəni betanı tapmaq üçün 90-dan çıxaram 55-i. O da bərabər 35 dərəcə. Bizdən nə istəyir? Kiçik iti bucağım. Böyüyü 55, kiçik 35 dərəcə. B variantı. Sual 41.
Düz bucaqlı üç bucağın iti bucaqları 2 bölünsün 3 nisbətində olarsa, böyük iki bucağı tapın. Düz bucaqlı üç bucağın iti bucaqları iti bucaqların cəmi 90 dərəcədir. Və bunların nisbəti 2 bölünsün 3'dür. Onda birinə 2K deyərik, birinə 3K. Cəmi bərabər 90'a. Bu tənliyi həll etsək, 5K bərabər 90, K bərabər 90 bölü 5 edir 18 dərəcə. Bizdən böyüyünü istəyir. Böyük bucaq 3K'dır. K da 18 olduğuna 3 vurulsa 18 bərabərdir 54 dərəcəyə. B variantı. Sol 42. Düz bucaqlı üç bucağın iti bucaqlarından biri 30 dərəcə və hipotenuzu 12 olarsa kiçik katetini tapın. Düz bucaqlı üç bucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Çəkək düz bucaqlı üç bucağı. İti bucaqların biri 30 dərəcə və düz bucaqlı üç bucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Yəni bura A deyim, bu B, bu C. Onda A bərabərdir C bölünsün 2'ye. Bizdə hipotenuz 12'dir. Onda katet nə olacaq? 30 dərəcəli bucaq qarşısında duran katet isə olacaq. Yəni bu bizdə kiçik katetdir. Çünki digər bucaq 60 dərəcədir. Kiçik bucaq qarşısında kiçik tərəf, böyük bucaq qarşısında böyük tərəf dayanır. Kiçik katet 30 dərəcəli, yəni kiçik bucağın qarşısında duran katetdir. Və o bərabər A bərabərdir C bölü 2. C bizdə 12'dir. Yəni hipotenuz bölünsün 2 bərabər 6'ya. Deməli oldu. 6C variantı. Sual 43. Şəklə əsasən x tapın. Verilən şəkildə düz bucaqlı üç bucaqdır. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Bizə katet 6'dır. Onda hipotenuz onun 2 misli. Yəni olacaq 6 vur 2 olar 12. C variantı. Sual 44. Düz bucaqlı üç bucaqda 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısıdır. X bərabərdir 24 bölü 2. O da bərabər 12'ye. C variantı. Sual 45. Düz bucaqlı üç bucağın iti bucaqlarından biri 30 dərəcədir. Onda digər bucaq olacaq 60 dərəcə. Bu üç bucağın hipotenuzu ilə kiçik katetin cəmi 24. Baxın, kiçik kateti mən x desəm, onda hipotenuz onun 2 misli, yəni 2x-dir. Çünki düz bucaqlı üç bucaqda 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısıdır. Mən kiçik katete x desəm, hipotenuz onun 2 misli, olacaq 2x. Və bunların cəmi x ilə 2x-in cəmi bərabərdir 24 santimetrə. Bu tənliyi həll etsəm, 3x bərabər 24-də, x bərabərdir 8-ə. Onda kiçik katet 8-dir. Hipotenuz isə onun 2 misli olar 16. Kiçik katet soruşur 8 cm. C variantı. Sual 46. Düz bucaqlı üç bucağın iti bucaqlarından biri 30 dərəcədir. Bu üç bucağın hipotenuzu ilə kiçik katetin cəmi 36. Eyni qaydayla bizdə indi x ilə 2x-in cəmi 24-də 36 olacaq. X plus 2x bərabərdir 36'ya. 3x bərabər 36, x bərabər 36 bölü 3 edir 12. Bizdən nə istəyir? Hipotenuzu. Biz kiçik katet tapdıq x 12'dir. Onda hipotenuz isə 12 misli. 2 vurursa 12 olar 24. C variantı. Sual 47. Daxili bucaqları 1 bölünsün 2 bölü 3 nisbətində olan 3 bucağın kiçik tərəfi 6 olarsa böyük tərəfini tapın. Daxili bucaqlar 1 bölü 2 bölü 3'dürsə, onda birinə 1K deyirəm, birinə 2K, birinə 3K. Və bunların cəmi bərabər 180 dərəcəyə. Bu tənliyi həll etsəm, 6K bərabər 180, K bərabər 180 bölü 6 edir 30. Onda bucaqlar K 30, 2K 60, 3K 90. Bucaqlar 30, 60, 90. Yəni bu düz bucaqlı 3 bucaqdır. Və iti bucağı 60 dərəcə, 30 dərəcədir. Kiçik tərəf 6. Kiçik tərəf kiçik bucağın qarşısında duran tərəfdir və o 6 cm. Böyük tərəf də böyük bucağın, yəni hipotenuzdur. Bu isə 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Kiçik katet 6'dırsa, onda hipotenuz 12 misli olar 12 cm, yəni A variantı. Sual 48. Daxili bucaqlı 1 bölü 2 bölür. Onda eyni qaydayla bu 30, 60, 93 bucaqdır. Böyük tərəf 30. Yəni bu hipotenuzdur. Böyük bucağın qarşısında duran. Bizə kiçik tərəf soruşur. Kiçik tərəf, yəni kiçik katet 30'un yarısı olar 15.
Sol 49. Daxili bucaqları 1 bölünsün 5 bölü 6 nisbətində olan üç bucağın böyük tərəfinə çəkilən hündürlüyü ilə kiçik tərəfi arasındakı bucağı tapın. Gəlin biz birinci bucaqları tapaq. X 5 yəni K qaydasına K, 5K və 6K. Cəmi bərabərdir 180-ə. Burada 12K bərabərdir 180. K bərabər 180 bölü 12-dir 15 dərəcə. K oldu 15. Yerini yazsam bucaqlar 15 dərəcə. 5 vur 15 75 və 6 vur 15 edər 90. Yəni bu 15, 75 və 93 bucaqdır. Çəksək şəkli 15, 75 və 90 dərəcə. Yəni düz bucaq. Bizdən nə soruşur? 3 bucağın böyük tərəfinə çəkilmiş hündürlüyü. Böyük tərəf pitonuzdur. Ona çəkilən hündürlüyü çəksək. Hündürlüyü ilə kiçik tərəfi arasındakı bucağı tapın. Yəni bizdən baxın, kiçik tərəf bu 15 dərəcənin qarşısında duran tərəfdir. Bizdən baxın bu bucağı istəyəcək. Bu alfa bucağını. Deməli baxsaq biz bu üç bucağa, bu düz bucaqlı üç bucaqdır. İti bucaqlarının biri 75 dərəcədir. Bizdən digər iti bucağı istəyir. Düz bucaqlı üç bucağın iti bucaqların cəmi 90-dır. Alfa ilə 75-in cəmi bərabər 90 dərəcə. Onda alfa bərabər buradan 90-dan çıxaram 75 edər 15 dərəcə. A variantı. Sual 50. Daxili bucaqlar 3 bölü 5 nisbətində olan 3 bucağın böyük tərəfinə çəkilən hündürlüyü ilə kiçik tərəfi arasındakı bucağı tapın. 3, 4, 5-dirsə 3K, 4K və 5K. Cəmi bərabərdir 180-ə. Bu 7, 12K bərabər 180. K bərabər 180 bölü 2-dir 15. Onda bucağı 3 vur 15 edər 45 dərəcə. 4 vur 15 60 dərəcə. 5 vur 15 isə 75 dərəcə. Belə bir üç bucaq çəksək. 45 60 və 75 dərəcə. Bizdən soruşur 3 bucağın böyük tərəfinə çəkilən hündürlüyü. Böyük tərəf böyük bucağın qarşısında duran tərəfdir. Yəni, olsun ABC 3 bucağı. Böyük tərəf AC tərəfi. Mən B təpəsindən AC-yə çəkəm hündürlük. Olsun BH hündürlüyü və bizdən soruşur hündürlüyü ilə kiçik tərəf arasındakı bucağı. Kiçik tərəf hansıdır? Kiçik tərəfdə kiçik bucaq qarşısında olan tərəf, yəni 45 dərəcə qarşısında olan tərəf, yəni BC tərəfi. Bizdən baxın bu alfa bucağını istəyir. Burada biz BHC düz bucaqlı üç bucağına baxsaq, düz bucaqlı üç bucaqdır. İti bucaqlarının biri 60 dərəcədir. Bu bucaq alfa desəm, alfa ilə 60-ın cəmi nə qədər olar? 90 dərəcə. Çünki bucaq düz bucaqdır. Onda alfa olar buradan 90-dan çıxsam 60 edər 30 dərəcə. Yəni bu bucaq 30 dərəcə olar B variantı. Sual 51. Üç bucağın daxili bucaqlarından biri digərlərindən uyğun olaraq 24 dərəcə və 42 dərəcə kiçikdir. Bu üç bucağın ən böyük daxili bucağını tapın. Üç bucağın daxili bucaqlarından biri digərlərindən uyğun olaraq 24 dərəcə və 42 dərəcə kiçikdir. Mən onda ən kiçiyinə alfa desəm, onda digərindən 24 dərəcə və 42 dərəcə. Onda digərləri olacaq alfa plus 24. Bu alfa digərlərinə uyğun olaraq 24 və bir də alfa plus 42. 24 və 42 dərəcə kiçikdir. Kiçik alfadır. Böyüklər isə alfa plus 24 və alfa plus 42. Və bu üç bucağın cəmi olar 180 dərəcə. Bunu həll etsəm 3 alfa bərabərdir 3 alfa plus 24 ilə 42-in cəmidir 66 bərabər 180 dərəcə. 3 alfa bərabər 180-dən çıxsam alfa 66 edər bu 114 dərəcə. Alfa da bərabər 114-ü bölsəm 3-ə edər bu neçə? 38 dərəcə. 3 4 8 24. Aha. Bəli 38 dərəcə. Bizdən nə istəyir? Bu üç bucağın ən böyük daxili bucağı. Ən böyük daxili bucağı hansıdır? Alfa plus 42. 38 ilə də 42-nin cəmi edər 80 dərəcə. A variantı. Sual 52. Xarici bucaqlar 3 bölünsün 5 nisbətində olan 3 bucağın ən böyük xarici bucağını tapın.
3K, 4K ve 5K değeri cəmi bərabərdir 360 dərəcəyə. Bu tənliyi həll etsəm 12K bərabərdir 360 dərəcə. K bərabər 360 bölü 12 edər 30 dərəcə. Onda xarici bucaq 3K, 3 vur 30, 90 dərəcə, 4 vur 30, 120 dərəcə, 5 vur 30 isə olar 150 dərəcə. Bizdən nə istəyir? Ən böyük xarici bucaq. Ən böyük xarici bucaq olar 150 dərəcə. D variantı. Sual 53. Xarici bucağı 140 dərəcə olan 3 bucağın bu bucaqları qonşu olmayan 2 daxili bucağın fərqi 70 dərəcə olarsa, biz bilirik ki, xarici bucağa qonşu olmayan, belə deyək, xarici bucaq, bu alfa bucağı, ona qonşu olmayan daxili bucağın cəmi. Bax, bu alfa qonşu olmayan bucaqlar. Bura beta deyim, bura gamma deyim. Bu alfa bərabərdir beta ilə gammanın cəminə. Xarici bucaq ona qonşu xarici bucaq ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. İndi xarici bucaq 140 dərəcədir. Deməli, bu ona qonşu olmayan daxili bucaqlar beta ilə gammanın cəmi bərabər 140-a. Və bizə deyir ki, ona qonşu olmayan 2 daxili bucağın fərqi 70. Yəni beta ilə gammanın fərqi isə 70 dərəcə olarsa, ən böyük daxili bucağı tapın deyir. Gəl onda biz bunun daxili bucağını tapsaq, bu sistem tənliyi kimi həll edib, toplasam tərəf-tərəfə qammalar gəlir islah. Olar 2 beta bərabərdir. 140 ilə 70-in cəmini edər 210 dərəcə. Beta da bərabər. 210-u bölsəm 2 edər 105 dərəcə. Betanı tapdım. Qammanı tapmaq üçün gətirib bunların birində yerinə yazıram. Beta 105-dir. Gətirib birində yerinə yazsam 105 dərəcə üstə gəlir. Qamma bərabərdir 140 dərəcə. Qamma da bərabər 140-dan çıxaram 105 edər 35 dərəcə. Onun daxili bucaqlar biri 105-dir, biri 35-dir. Onun üçünü tapmaq üçün dedik ki, xarici bucaq 140-dır. Onun qonşusu onsuz olacaq 40 dərəcə. 180 çıxır 140. Və yaxud da 180-dən bu ikisinin cəmini çıxaram. 105-dən 35-in cəmi 140. 180 çıxılsın 140 edər 40 dərəcə. Deməli, daxili bucaq 35, 40 dərəcə və 105 dərəcə. Bizdən nə istəyir? Ən böyük daxili bucaq 105 dərəcə. C variantı. Sual 54. 3 bucağın 60 dərəcəli və 50 dərəcəli bucaqlarının tənböləni arasındakı kör bucağı tapın. 3 bucaq çəksək. A, B, C 3 bucağı. Bu olsun 50 dərəcə, bu olsun 60 dərəcə. Bizdən soruşur və biz bunun tənbölənlərini çəkək. Bu A-N tənböləni, bu isə B-M tənböləni. Baxın, bizdən bu A-N ilə B-M arasında qalan bu kör bucağı, yəni bu alfa bucağı istəyir. İti bucağı desə, baxın, bu beta bucağı istəyir. Bizdən bu kör olan alfa bucağını istəyir. Onun üçün biz nə edək? Baxaq, kəsmə nöqtəsinə bir dənə D deyək və biz baxaq ABD 3 bucağına. AN tənbölən olduğundan A bucağı 50-dir. AN tənböləni yarıya böləcək, olacaq 25 dərəcə və 25 dərəcə. BM də tənböləndir, B bucağı 60-dır. BM tənbölən bucağı yarıya böləcək, olacaq 30 dərəcə və 30 dərəcə. Bizdən alfa nə istəyir? Onda ABD 3 bucağın daxili bucaqlar 30, 25 və alfa. Onda alfanı tapmaq üçün 180-dən bizdə verilən 2 bucağın cəmini çıxaram. 180-dən 30-la 25-in cəmini çıxaram. O da bərabər 180 çıxılsın 55, bərabər 125 dərəcə olar. D variantı. Sual 55. 3 bucağın perimetrini tərəflərindən 3, 4 və K dəfə böyük olarsa K-nı tapın. 3 bucağın perimetri tərəflərindən 3, 4 və K dəfə böyük olarsa bizdən K-nı soruşur. Tərəflər olsun A, B, C. Perimetr P-nə işarə edək. Ona tərəflərindən 3, 4 və K dəfə böyüdür. Onda tərsini desək, bu tərəflər perimetrdən 3, 4 və K dəfə kiçikdir. Onda A tərəfi P-dən 3 dəfə kiçikdir. Onda A olacaq P bölünsün 3. Yəni
Tərəflər uyğun olaraq perimetrdən 3, 4 və k dəfə kiçikdir. Birinci tərəf A-dırsa, perimetrdən 3 dəfə kiçik. Perimetr P-dirsə, onun tərəf ona 3 dəfə kiçik, P bölü 3. İkinci tərəf isə 4 dəfə kiçikdir. İkinci tərəf B-dir. Perimetrdən 4 dəfə kiçik olacaq, P bölünsün 4. Və bir də digər isə perimetr üçüncü tərəfdən k dəfə böyükdür. Onda bu tərəf P-dən k dəfə kiçikdir. Olacaq, P bölünsün k. Və bunların cəmi 3 tərəfdir. Tərəflərin cəmi bərabərdir P-yə. Bu tənliyi həll edək buradan. K-nı tapaq. Bizdən K-nı istəyir. Onda nə edək? Orta məxrəci gətirsək, 3, 4 və K-nın əkobu nədir? Hər bir-birlə qarşı sadə olduğunu K-nı bilmirik hələ ki. Vuraram bir-birlə. 3 vur K. Edir 12K orta məxrəc. Əkob 12K. 12K-nı bölürəm 3-ə. Nə edər? 4. 4 vur P edər 4P. Üstə gəl. 12K-nı daha doğrusu 12K-nı bölürəm 3-ə edir 4K. 4K-nı vursam P edir 4P 4K vur P. Üstə gəl. 12K-nı bölsəm 4-ə, ikinci kəsrin məxrəcini edir 3K. Vursam P edir 3K vurulsun P. Üstə gəl. 12K-nı bölsəm K edir 12, vursam P edir 12P. Bərabərdir P-yə. Bu tənliyi həll etsəm, yəni bunu yazsam 1D P kimi tənasüb kimi çarpaz vursam, onda olacaq. Burada surət 4KP üstə gəl 3KP plus 12P. Buradan P'ni çıxardarım, ortaq vurub, qalar 4K üstə gəl 3K üstə gəl 12, 4K üstə gəl 3K üstə gəl 12. Bərabərdir P vur 12 K'ya. Buradan da P'ləri ixtisar edərəm. Qalar ki 4K üstə gəl 3K üstə gəl. Hər tərəf P'yə bölsəm P'lər gedir ixtisar. Üstə gəl 12 bərabər 12 K'ya. Tənliyi həll etsəm 4K-nı 3K-nın cəmidir 7K. Üstə gəl 12 bərabər 12K-ya. Buradan 7K-nı atsam sağa 12 bərabər 12K-dan çıxam 7K nedir 5K. K da bərabər 12 bölünsün 5. O da edər 2 tam onda 4. K oldu 2 tam onda 4. B variantı. Qəşəng bir sual idi. Sual 20, sual 56. Yan tərəfi 8 cm və perimetri P cm olan bərabər yanlı üçbucaqda P-nin perimetrin ala biləcək tam qiymətlərin sayını tapın. Deməli, bunun üçün nə edək? Yan tərəf 8-dir. Deməli, bərabər yanlı üçbucaqda yan tərəflər bir-birinə bərabərdir. Oturacaq bir x deyim. Deyir ki, bizə perimetr P olarsa, perimetr nədir? Bütün tərəflərin cəmi 8 üstə gəl 8 üstə gəl x. Yəni, o da bərabər 16 üstə gəl x-a. Bizə deyir ki, P-nin ala biləcəyi tam qiymətlərin sayını. P-nin ala biləcəyi tam qiymətlərin sayını bilmək üçün biz üçüncü tərəfini ala biləcək qiymətləri bilməliyik. Perimetr nədir? Bütün tərəflərin cəmi. Onda x hansı qiymətlər ala bilər? X digər iki tərəfin cəmindən kiçik, fərqinin modulundan böyükdür. Fərqinin modulu 8 çıx 8 edir 0. Yəni x böyük 0-dan, kiçikdir 16-dan. Davam etsək. Perimetr nədir? 16 üstə gəl x-dir. Biz tapda x 0-dan böyük, 16-dan kiçik qiymətlər alacaq. Yəni 0-dan böyük, 16-dan kiçik qiymətlər alırsa, ala biləcək tam qiymətlərin sayını deyir tapın. Onun nə qədər tam qiymət ala bilər? Biz burada x-a ən kiçik 1 verə bilərik. Tam dediyindən. Sonra 1-dən, yəni x 0-dan böyük, 16-dan kiçik. P-ni ala biləcək qiymətlər x-dan asılıdır. X-a biz nə qədər qiymət verə biləriksə, tam qiymət verə biləriksə, P də o qədər tam qiymət ala bilər. Mən burada x-a 1 verə bilərəm, 2 verə bilərəm, 3, bu qaydan düz 15-ə qədər qiymət verə bilərəm. Yəni mən burada x-a 1-dən 15-ə qədər qiymət verə bilərəm. Nə qədər qiymət var 1-dən 15-ə qədər? Nə qədər qiymət var 1-dən 15-ə? 15 ədəd. Yəni biz burada x-a 15 qiymət verə bilirik 1-dən 15-ə. Ona görə perimetri 15 dənə qiymət ala bilər. D variantı. Sual 57. Bərabər yanlı üçbucağın perimetrinin oturacağının nisbəti 7 və yan tərəfi 42 olarsa. Bərabər yanlı üçbucağın perimetrinin oturacağının nisbəti 7. Mən tərəflər burada yan tərəflə ADS, yan tərəf 42-də bizə verib, oturacaqsa x deyim. Perimetr nədir? Perimetr P bərabərdir
42 üstəgəl 42 üstəgəl x-dir. Nəyə bərabər? 84 üstəgəl x-a. Baxın, bu perimetrdir. Və bizə deyir ki, perimetrin, yəni 84 üstəgəl x-in oturacağı nədir? X-dir, bilmirik. Nisbəti 84 plus x-in nisbəti bərabər 7-yə. Bir tanesi bir həll edək. 1-də 7 yazsam, çarpaz vursam olacaq. 7x bərabərdir. 1 vur 84 plus x. Yəni elə 84 üstəgəl x-a. Burada x-i attım sola. 6x bərabər 84-ə. X bərabər 84-ü bölsəm 6 nə edər? 10. Neçə edər? 14. 6 vur 20. Bəli, x edər 14. Bizdən nə istəyir? Oturacaq 14 cm. C variantı. Sual 58. ABC bərabər tərəfli üçbucağı. Bütün tərəfləri və bütün bucaqları bərabər olan üçbucağa bərabər tərəfli üçbucaq deyilir. Və bərabər tərəfli üçbucağın bütün bucaqları 60 dərəcədir. Çünki bütün bucaqlar bərabərdir. Və cəmi 180-dir. Və bizə deyir ki, A təpəsindən çəkilən hündürlük 6,3. Hündürlük bərabər tərəfli üçbucaqda hündürlük tən bölən median hamısı üst-üstə düşür. Yəni bu hündürlük həm tən böləndir, həm mediandır. Bucaqlar 60 dərəcə olduğundan daxili bucaqlar. Onda bu AH hündürlük həm də tən bölən, həm də mediandır. Onda bura olacaq 30 dərəcə. Alındı burada düz bucaqlı üçbucaq. Hündürlüyü 6,4 cm. B təpəsindən çəkilən median və tən bölənin uzunluqları cəmini tapın. Baxın uşaqlar, burada hündürlüklər, tən bölənlər və medianın hamısı bir-birinə bərabərdir. Çəkilən median və tən bölənin. Yəni, bu çəkdiyim bu BM, bu həm tən böləndir, həm də mediandır. Və bərabər tərəfli üçbucaqda bütün hündürlüklər, tən bölənlər, medianlar bir-birinə bərabərdir. Deməli, burada BM həm hündürlük, həm tən böləndir. Yəni, bərabər tərəfli üçbucaqda hündürlük, tən bölən, median üstə düşür. Çəkdiyimiz bu BM və AH həm hündürlük, həm tən bölən, həm də mediandır. Yəni, deməli, hər birinin uzunluğu 6,4-dür. Bizdən nəsə B təpəsindən çəkilən median və tən bölən. Median da 6,4-dür, tən bölən də 6,4-dür. Və bunların cəmi nə olur? 12,6. B variantı. Sual 59. ABC üçbucağın AB və C tərəfləri arasında A kiçikdir, B kiçikdir, C münasibəti doğru olarsa, uyğun olaraq bu tərəflərin qarşısındakı alfa, beta və gamma bucaqları üçün hansı münasibət doğrudur? Dedik ki, böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq. Onda A alfanın qarşısında durursa, onda ən kiçik bucaq alfadır. B bettanın qarşısında durursa, sonra gəlir beta. C gammanın qarşısında durursa, ən böyük tərəf C olduğundan ən böyük bucağı da gammadır. Gamma böyükdür, beta böyükdür, alfa. D variantı. Sual 60. Üçbucağın tərəfləri ABC və bu tərəflərin qarşısındakı bucaqları isə uyğun olaraq alfa, beta və gammadır. Gəlin çəkək şəkli. Alfa, beta və gamma. A, B və C. Və bizə deyir ki, alfa kiçikdir, beta kiçikdir, gamma. Onda A kiçikdir B-dən, kiçikdir C-dən. A 6-dır, B isə 10-dur. Onda bizdən neydir? C neçə fərqli tam qiymət ala bilər? İki tərəf verilib. Onda C tərəfi digər iki tərəfin cəmindən kiçik. Fərqinin modulundan isə böyükdür. Onda C böyükdür. 10-la 6 fərqi 4, modulu 4. Kiçikdir 16-dan. Amma C burada 10-dan böyük olmalıdır. C 4 ilə 16 arası qiymətlər alır. Amma bu bərabərliyə əsasən C 10-dan da böyük olmalı. Deməli, nə ala biləcək? 11, 12, 13, 14 və 15. 5 fərqli tam qiymət ala bilər. A variantı. Sual 61. Bərabər tərəfli üçbucağın daxili bucağı neçə dərəcədir? Bərabər tərəfli üçbucağın daxili bucağı 60 dərəcə. Çünki bütün tərəflər və bütün bucaqlar bir-birinə bərabərdir. Hər bucağı alfa olsa, onda alfa üstəgəl alfa bərabərdir 180 dərəcə. 3 alfa bərabərdir 180 dərəcə. Alfa da bərabər 180 bölü edər 60 dərəcə. Bir daxili bucaq oldu 60 dərəcə. Bərabər tərəfli üçbucağın xarici bucağı neçə dərəcədir?
Daxili hər bir daxili bucaq 60-dırsa, xarici bucaq onun qonşusu olar 60-ın qonşusu. 180 çıxılsın 60 bərabərdir 120 dərəcə. Hər bir xarici bucaq olacaq 120 dərəcə. Sual 63. Şəklin üzərində işləyək. Üçbucaq ABS-də bucaq ASB 90 dərəcə. Yəni bu ASB 90 dərəcədə, onda 2 yerə bölünüb CD parçasından 60 dərəcə, onda bura olacaq 30 dərəcə. Sonra CD hündürlüyü. CD hündürlüyüdürsə, onda ASD düzbucaqlı üçbucaqdır. Gene bunu kiçildək. ASD düzbucaqlı üçbucaqdır. İki bucaqların biri 30 ise diğer bucağı da 60 dərəcədir. Sonra bizdən nə istəyir? AB 12. Bizdən nə istəyir? AC-ni istəyir. Baxın, indi baxaq biz bütöv üçbucağa. Bu üçbucağı da düzbucaqlı üçbucaqdır. Çünki bizə C bucağının 90 dərəcə olduğu verilib. Bu üçbucaqda düzbucaqlı üçbucaqdır. ASB'nin bucaqlar 60 dərəcə, burada 90 dərəcədir. Diğer bucaqlar 30 dərəcə. Çünki daxili bucaqların cəmi 180 və yaxud da düzbucaqlı üçbucaq, iki bucaqların cəmi 90-dır. Biri 60-da, diğeri 30-dur. 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısıdır. 12'nin yarısı olar 6. AC oldu 6 cm. Oxşar sual. AB bizdə 20'dir. Onda bu ASB 90 dərəcə. Bura olacaq 30 dərəcə. Onda 90 dərəcə. Bura oldu 60 dərəcə. Bucaq B də olar 30 dərəcə. Sual 63-nə oxşar sualdır. AB 20 ise bizdən AD-ni istəyir bu dəfə. Bizdən indi isə AD-ni istəyir. AB 20 şəklə sizə AD-ni deyir, tapın. Biz birinci buradan AC-ni tapsaq, bu AC olur hipotenuzun yarısı, yəni AB-nin yarısı. Çünki ASB düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısıdır. Hipotenuz 20'dir, yarısı 10'dur. Bunu tapdıq. İndi baxaq biz üçbucaq ASD-yə. Baxın, bu üçbucağa baxaq. Bu da düzbucaqlı üçbucaqdır. Və bu düzbucaqlı üçbucağın hipotenuzu indi 10'dur. Bu AC burada hipotenuzdur. Və bizdən AD-ni istəyir. AD-də 30 dərəcəli bucağın qarşısında duran katetdir. Hipotenuz 10'dursa 30 dərəcəli bucağın qarşısında duran katet onun yarısı olar 5. AD oldu 5 cm. Sual 65. ABC üçbucağında, gəlin üçbucaq çəkək. ABC üçbucağında AB bərabər BC, ABC üçbucağında AB bərabər BC bərabər yanlı üçbucaqdır. BD mediandır. Bərabər yanlı üçbucaqda median həm hündürlükdür, həm də təm böləndir. Gəlin təmiz yerdə işləyək, daha rahat görək. ABC bərabər yanlı üçbucaq, yəni yan tərəflər bir-birinə bərabər. BD median bərabər yanlı üçbucaq. Oturacağı çəkilən median həm hündürlük, həm təm böləndir. Yəni AD bərabər DC-yə. Sonra ABC-nin perimetri 52. Bura A desəm, bura A desəm. Bura da B-dir, bura da B-dir. Davam edək. PABD 52. ABD nədir? ABD üçbucağı tərəfləri AB və bu hündürlük. Yəni biz də bu hündürlüyə bir H deyək. Birinci perimetr, ABC-nin perimetri 52. PABS nədir? PABS bərabərdir. A üstə gəl, bir də AC. B bura edir 2B. Yəni 2A üstə gəl 2B. Bərabərdir nəyə? 52-yə. Burada mən 2-ni çıxardım. Mötərizə xaricinə 2 vurulsun. A üstə gəl B bərabər 52. A üstə gəl B bərabər 52 bölü 2-də 26. Onda A ilə B-nin cəmi 26-dır. Və bizə deyir ki, ABD-nin perimetri 56-dır. 36-dır, özür sayın. ABD-nin perimetri 36-dır. Bəs ABD nədir?
Bu rənglədiyim sarı üçbucaq tərəflər nədir? A-dır, B-dir və H-dır. Tərəflərin cəmi A üstəgəl B üstəgəl H və bu bərabər 36-ya. Biz tapdıq ki, A ilə B-nin cəmi 26-dır. Harda A ilə B-nin cəmi varsa, yenə 26 yazıram. 26 üstəgəl H bərabərdir 36-ya. Onda buradan H bərabərdir 36 çıxılsın 26 edər 10 santimetr. Bizdən BD-ni istir BD hündürlüyü H dedi, oldu 10 santimetr. Sual 66. Bu da oxşar sualdır. Gəlin burada həll edək. ABC-nin perimetri 60-dır. ABC nədir? 2A üstəgəl 2B. Yəni, eyni qaydayla baxın, ABC-nin perimetri burada göstərdi 2A plus 2B. Bərabər bu dəfə 60-dır. Burada 2-ni çıxarım mütərizə xaricinə. A üstəgəl B bərabər 60-a. Onda A üstəgəl B bərabər 60 bölü 2 edər 30-a. A ilə B-nin cəmi oldu 30. ABD-nin perimetri 32-dir. ABD-nin perimetri nədir bəs? A plus B plus H. Bu 32 verir bizə. Onda biz buradan AB-ni 30 tapmışıq. Gətirib A ilə B-nin cəmi yerinə yazıram 30. Üstəgəl H bərabərdir 32-yə. H nədir? 32 çıxılsın 30 edər 2. Bizdən nəsə B-dir. Yəni H-ı o da oldu 2 santimetr. 67. Hipotenuzda 12 olan bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuza çəkilmiş hündürlüyü neçə santimetr olar? Gəlin bunu həll edək. Bərabər yanlı düzbucaqlı üçbucaq A, B, C. Onda bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuza bitişik bucaqlar bərabər. Yəni burada alfadır, burada alfadır. Və alfa ilə alfanın cəmi bərabərdir 90 dərəcə. 2 alfa bərabər 90, alfa bərabər 45. Deməli, bərabər yanlı düzbucaqlı üçbucaq iki bucaqların hər biri 45 dərəcədir. Sonra hipotenuz 12-dir. Hipotenuza çəkilmiş hündürlük neçə santimetrdir? Bərabər yanlı üçbucaqda oturacağa çəkilən hündürlük həm tənböləndir, həm də mediandır. Bu BH deyək. Bu hündürlük həm tənbölən, həm median. Tənbölən isə bu bucağı yarıya böləcək, bura 45 dərəcə olacaq. Hündürlük isə qarşı tərəfini 90 dərəcə bucağı əmələ gətirəcək. Medianırsa qarşı tərəfi yarıya böləcək. Onda AH bərabər HC-yə. AC özü 12-dirsə, bu BH onu yarıya bölür. 6 bura, 6 bura. Və sonra baxırıq bu üçbucağa. Bu üçbucaqda görürük ki, bu da bərabər yanlı düzbucaqlı üçbucaqdır. Oturacaq bitişik bucaqlar 45, 45. Yəni bu görürük ki, bərabər yanlı üçbucaqdır. Onda HC bərabər BH-a. Bura 6-dırsa, onda burada 6-dır. Bizdən istədik bu hündürlüydür. Bu hündürlük də onlar 6 santimetr. Sual 68. Baxın, 68 ilə 67 eyni qayda. Bizdə burada median istəyir. Bərabər yanlı üçbucaqda oturacaq çəkilən hündürlük həm tənbölən, həm mediandır. Yəni bu həm hündürlük, həm mediandır, həm tənböləndir. Bizdə median istəyir. Bu həm də hündürlükdür. Elə median kimi baxsaq və bizim belə bir qaydamız var ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən, yəni düzbucaq təpəsindən, yəni B təpəsindən hipotenuza çəkilən median hipotenuzun yarısıdır. Baxın, biz bunu burada doğruluğunu göstərdik. Onda hipotenuz 36-dırsa, onun yarısı olar 18. 18, 18. Baxın, bu qaydaya deyəcək, gələcəkdə möhtəşəm üçlü. Cavab olar 18. Sual 69. Gəlin bunu sualın üzərində izah edək. Üçbucaq ABC'də ASB 90 dərəcə, BD tənbölən olarsa uyğunluğu müəyyəndir. Birinci, BAC 30 dərəcədirsə, BAC baxın bura 30-dursa, onda bu düzbucaqlı üçbucaq iti bucağın cəmi 60-dır, 90-dır. Bucaq A 30-dursa, bucaq B 60-dır. BD tənböləndirsə, hər biri olar 30 dərəcə və 30 dərəcə. Bizdən nə istəyir? DBC-ni. DBC haradır? DBC, yəni bu bucaqların biri olar 30 dərəcə.
1'e uygun geldi A. Sonra devam edelim. İkinci BAC 36. BAC 36'dırsa, AB 36'dırsa 90'dan çıxaram 36 nə edər? 54 dərəcə. Deməli bucaq B 54'dür. Yarısı olar 27. İkinci halda uygun DB'si 27 dərəcə 2B. Sonra bucaq A 54 dərəcə olarsa, onda bucaq B olur 90 çıx 54, yəni 26 dərəcə. Yarısı olar 26 dərəcə, yox 36 dərəcə. 36 dərəcə. 36'nın yarısı olar. Hər bir bucaqlar olar 18 dərəcə. Cavab Y. A, B, Y. 1A, 2B, 3Y. Şəklə əsasən uyğunluğu müəyyən edin. Baxın burada bir K desəm, bu BK-nın, AK-nın BK xarici tənbələnlərdir. Bu zaman bizim belə bir qaydamız var ki, burada X bucağı, yəni bu xarici tənbələnin arasında qalan X bucağı tapmaq üçün biz nə edirik? 90 dərəcədən çıxırıq, bucaq C bölünsün 2-ni. Bunu bir düstur kimi qeyd edə bilərsiniz. Burada AK və BK xarici tənbələnlər olduqda görək ki, BK-da A bucağını yarıya bölüb alfa, B bucağını yarıya bölüb beta, yəni tənbələnlərdir. Onda X bucağı bərabərdir 90 çıxılsın alfa bölü 2. Əgər yox, bu A belə çəkək, biz tənbələnləri içəridə kəsirsə, əgər bu tənbələn, daxil tənbələnlər olsa, burada bir M desəm, AM ilə BM daxil tənbələnlər olsa, burada bir Y bucağı desəm, onda Y bərabər 90 üstə gəl, bucaq C bölü 2. Əgər içəridə kəsirsə, bizə burada daxili kəsir, bizə bu düstur lazımdır. Bunu silək, bizə lazım deyil indi. Deməli, indi birinci halda X 50'dir. X 50'dirsə yerinə yazsaq, gəlin biz buradan bucaq C-ni tapaq. Gəlin bu ifadəni sadələşdirək. Bucaq C-ni tapaq buradan. Bunun üçün mən nə edərəm? Buradan bucaq C-ni tapmaq üçün bu bucaq C bölü 2'ni keçirdim sol tərəfə. Olur X üstə gəlir. Bucaq C bölü 2 bərabər 90 dərəcəyə. Burada mənə bucaq C lazımdır. Hər tərəfi mən burada 2'yə vursam, hər bir həddi mən 2'yə vursam nə olacaq? 2 vur X, C bölü 2 vur 2, buna 2 ilə gedər ixtisar, vur 2. Onda 2X üstə gəlir. Bucaq C bərabərdir 180 dərəcə. Buradan bucaq C bərabərdir 180 çıxılsın 2X-a. Demək mən tapdım ki, bucaq C bərabərdir 180 dərəcə çıxılsın 2X-a. Yəni bu verilən bərabərliyin hər bir həddini vurdum 2'yə. Çünki bucaq C-nin kəsirdən qurtarmaq üçün. Buradan nə etdi? X-i keçirdim, sağ tərəf oldu. 180 çıxılsın 2X. Bucaq C bərabər 180 çıxılsın 2X. İndi X 50'dirsə, bucaq C nəyə bərabərdir? Yəni ACB, bucaq C demişik. Yəni bu bucaq C-dir. Elə ACB yazmaya ehtiyac yoxdur. Birinci X 50 olanda bucaq C bərabərdir 180 çıxılsın 2 vur 50. Yəni 180 çıxılsın 100, 2 vur 50'dir. 100, 180'dən çıxılan bizə 80. 1'ə uyğun gəldi A. Eyni qaydan devam edək. X 60 olsa 180 çıxılsın 2 vur 60, yəni 120 bərabər 60'a. 2'yə uyğun gəldi C. X 70 olsa 180 çıxılsın 2 vur 70, yəni 140, o da bərabər 40'a. 3'e uyğun gəldi Y. A, C, Y. Bu sonuncu sual idi A variantında. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.